Bakıda əcnəbi hamilə qadının qarşılaşdığı xoş reyslə bağlı çəkdiyi video maraqla qarşılanıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. Belə ki, paytaxtda özəl sektorda çalışan Qırğızıstan vətəndaşı mağazalardan birinə daxil olaraq su almaq istəyib. Bundan sonra baş verənlər isə onu xoş mənada təəccübləndirib. O, baş verənləri Xəzər xəbərə danışıb. Ətraflı əməkdaşımız Nərmin Məmmədhəsənlinin süjetində. Только что зашла в магазин, чтобы купить воду, обычную воду. Bakıda əcnəbi hamilə qadının ona edilən jestlə bağlı çəkdiyi video maraqla qarşılanıb. Bu, mənə sadəcə su verilməsi ilə bağlı bir hadisə kimi görünür. Əslində isə Azərbaycan xalqının necə xeyirxah olmasının nümunəsi idi. Yayılan video qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paytaxtda özəl sektorda çalışan Qırğızıstanlı qadın mağazalardan birinə daxil olub su almaq istəyib. Elə maraqlı anlar da bundan sonra başlayıb. Только что зашла в магазин, чтобы купить воду, обычную воду. Bu dəqiqə mağazaya girdim. Adi bir su almağa. Qiyməti 1 manat 50 qəpik civarındadır. Kasaya gəldim ki, pulu ödəyim. Kartı terminala yaxınlaşdırdım, pul ödənilmədi. İkinci kartı da qoydum. Eyni vəziyyət, pul köçmədi. Kassir mənə dedi ki, deyəsən kartınızda pul yoxdur. Mən dedim, yox, var pulum. Sadəcə köçürmə edə bilmirəm. Sonda mənə qayıtdı ki, götür, narahat olma. Əgər yadına düşsə, pulu gətirib verərsən. İnanırsınız, mən az qaldı ki, ağlayım. Çünki hamiləyim və belə bir addım mənim üçün çox dəyərlidir. Qırğızıstanlı qadın ona edilən jest və maraq doğuran videosu ilə bağlı Xəzər xəbərə danışıb. O deyir ki, bu sadəcə bir şüşə su deyildi, əsl insanlıq dərsi idi. Маленький жест – это то, что, наверное, делает мир добрее. Balaca bir jest dünyanın necə mərhəmətli yer olduğunu göstərir. Bilirsiniz, insan hamilə olanda ona qarşı belə davranışlar, belə bir addım və ən əsası isə ailəndən, sevdiklərindən uzaq bir ölkədə yaşayırsansa, bu çox vacib olur. Mən Azərbaycana, Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Belə bir xeyirxahlıq, alicənablıq üçün. Hansı ki, burada, öz ölkəsindən kənarda yaşayan insanlara bunu hiss etdirdikləri üçün çox sağ olun. Meyrim Esenaliyeva bildirir ki, videonu çəkərkən bu qədər səs-küy doğuracağını düşünməyib. Deyir, sadəcə mən insanların və insanlığın necə dəyərli olduğunu bildirmək üçün videonu çəkdim. Получаем негативную информацию, новости. Biz sosial şəbəkələrdə tez-tez negativ hadisələrin şahidi oluruq. Dünyada baş verən pis hadisələrdən bəhs edirik. Amma yadımızdan çıxır ki, kiçik, amma dəyəri böyük hadisələri, insanlıq dərslərini unuduruq, paylaşmırıq. Ancaq biz elə bir dünyada yaşayırıq ki, kiçik bir addım, bir təbəssüm sənin həyatını necə də gözəlləşdirə bilər. Mən videonu paylaşdım. Səhər oyanıb bütün platformalarda görəndə çox sevindim. Çox adam yazırdı ki, sənə su veriblər. Burada nə var ki? Yox. Bu adi bir addım deyildi. Bu insanlığın necə böyük bir dəyər olduğunu, dünyanın necə gözəl olduğunu bildirirdi. Meyrim Esenaliyeva deyir ki, ertəsi gün satıcıya yaxınlaşaraq borcunu ödəyib və ona sonsuz minnətdarlığını bildirib. Nərmin Məmmədhəsənli, Səbuhi Mustafayev, Xəzər xəbər.